Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dəyərlər verilişinin izləyiciləri, bütün müsəlmanları, bütün İslama xidmət edənləri, hər kəsi bir sözlə yer üzündə Allahı tanıyan hər bir kəsi bayram münasibətlə təbrik edirik. Qurban bayramınız mübarək deyərək biz verilişimizə başlayırıq əziz izləyicilərimiz. Bəli, biz bugün Qurban bayramından danışmaq istəyirik. Qurban bayramının fəlsəfəsindən və ən əsas da Qurban bayramının gözəlliyindən sizləri çatdırmaq istəyirik inşallah və Allahın izni hidayəti ilə. Verilişimizin qonağı isə ilahiyyatçı Layla xanım Mehdizadədir. Xoş gəlmisiniz Layla xanım. Selamun Aleyküm. Mən də sizləri salamlayıram və sizlərlə həm tamaşaçıları, hər kəsi bu gözəl gün münasibəti ilə təbrik edirəm inşallah. Təşəkkür edirik Layla xanım. Məhz bugün sizinlə mövzumuz Qurban bayramı haqqında olacaq Allahın izni ilə və ən əsas da ki, elə ilk olaraq da biz bilirik ki, ilk örnək olaraq bizə Qurani Kərimdirsə, o zaman Qurani Kərimdə sırf qurban bağlı gələn hansı ayə vardır? Bismillahirrahmanirrahim. Qale Rabbi şrahli sadri və yəssir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Sadaqallahul aliyyil azim. Bəli, qurban günü ilə bağlı və qurbanlıqla bağlı ümumiyyətlə Qurani Kərimdə Həcc surəsində, Ən'am və Maidə surəsində, həmçinin Kəvsər surəsində də bu barədə qeydlərin olduğuna rast gəlirik və görürük ki, bu ayələrdə açıq-aşkar şəkildə qurban əməlinin haqqında fikirlər bildirilir Allah-u Teala tərəfindən və Həcc surəsinin 37-ci ayəsinə əgərlərin nəzər salsaq ki, orada buyurulur ki, Bismillah və billah və ləm yenəlullahə və ləm yenələllahə luhumuhə və dimauhə və ləkin yenəlu təqva minkum ki, sizlərdən nə əti, nə qanı istənilmir, yalnız təqvadan başqa. Yəni, o kəsilən qurbanların ətinin və ya qanının axıdılması və ya ətinin o kəsilməsi Allah üçün heç bir əhəmiyyət kəsb eləmir. Önəmli olan orada insanın təqvasıdır. Və başqa ayələrdə də ümumiyyətlə biz bunu ilə qarşılaşırıq. Kəvsər surəsində də ki, məşhurda bilirik ki, Fəsalli li rabbikə vənhər buyurulur ki, bəs qurban kəsin və namaz qılın. Yəni, bu barədə Qurani Şərifdə bir çox yerlərdə ayələr vardır və ümumiyyətlə bu qurbanlıq günü ilə bağlı, təfərrüatı ilə bağlı olan ayələr də Qurani Kərimdə keçməkdədir ki, orada buyurulur ki, Həzrəti İbrahim əleyhissalam, evladı, oğlu İsmaila buyururlar ki, əlbəttə ki, burada da İsmail və ya İshaq olması barədə fikirlər mübadiləsi gedir. Amma bizim qəbul etdiyimiz budur ki, bu İsmail əleyhissalam haqqında olan bir məsələ idi ki, ey oğlum, bəs mən davamlı yuxuda sənin başını kəsdiyimi görürəm ki, təfərrüatı mövzu bu cürdür ki, sənin başını kəsdiyimi görürəm və oğlu İsmail onun qarşılığında bunu etməyini atasından istəyir və necə səbirlilərdən olacağını ona xəbər verir. Bu haqda Səfat surəsinin 102-ci ayəsindən ta 110-cu ayəsinə qədər əgərləri nəzər salsaq, bu haqda tam dolğun şəkildə bu hadisənin keçərliliyi haqqında biz görürük. Və Həzrəti İbrahim əleyhissalam bu işi icra etmək qərarına gəldikdə artıq və bu onların təqvasının bariz nümunəsi idi və onların imanının göstəricisi idi. Onlar kimlər idi? Həzrəti İbrahim əleyhissalam idi, Həzrəti İsmail əleyhissalam və onun anası Həcər xanım idi. Və ümumiyyətlə, əgərləri daha geniş aspektdən yanaşsaq bu məsələyə, biz görürük ki, dünya yarandığı sürəcə, insanlıq daha doğrusu yarandığından biz görürük ki, bu qurban kəsmək ritualı, mərasimi
ümumiyyətlə bu əməl var idi və olmaqdadır. Əgərlər diqqət eləsək, Həzrəti Adəm əleyhissalamdan istənilən, Adəm əleyhissalamın oğullarından istənilən qurbanlığın istənilməyi müqabilində 2 oğulun təqdim etdiyi qurbanlar var idi. Amma ondan o qurbanların içərisində kimin qurbanı qəbul oldu? Ən təqvalı və ən müxlis olanın qurbanı qəbul olundu. Və biz görürük ki, Həzrəti Yaqub əleyhissalam uzun illər göz yaşı ağıtdı evladı üçün. Amma onu artıq Allaha qurban etdikdə, yəni o qədər ki, eşqi var idi evladına, bunu Allah yolunda qurban etdikdə, yəni bu keçməyi bacardıqda artıq nə oldu? O əməl qəbul olundu. Deməli, buradan qurbanlığın bir fəlsəfəsi çıxır ortalığa ki, burada birinci növbədə nəfsi istəklərindən keçməyi bacarmaq gərəkir. Yəni, insan əgərləri, ümumiyyətlə, qurban sözünün daha dərin mənasına baxsaq, görür ki, qurbət kəlməsinə və sən qurbu etməyi bacarmalısan, yəni Allaha yaxınlaşmağı bacarmalısan ki, sənin qurbanın qəbul olsun. Məsələ bu deyil ki, məsələn, Qurban bayramı yetişdikdə hər hansı bir qoçu və ya dəvəni və ya inəyi kəsmək Allah yolunda və paylamaq ayədən də görsəndiyi kimi o ətin və ya o qanın Allaha heç bir əhəmiyyəti yoxdur. Allah üçün əhəmiyyətli olan budur ki, sən malından, mülkündən olduğundan daha artığını nə edə bilərsən Allah yolunda və Allah üçün qurbətən ilallahı hansı şəkildə təqdim edə bilərsən? İl boyunca ki, sən Allah sənə verdiklərindən istifadə edirsən, maddi və ya mənəvi, sən bu əldə etdiklərinin neçə faizini Allaha qurban etməyə hazırsan? Və davamlı şəkildə bunu biz hər il etməkdə sanki bir yaddaş bizi üçün təqdim olunur. Və 4 mübarək bayramlardan biri də Qurban bayramı qeyd olunur, hədislərdə keçməkdədir. Nəyə görə məhz Qurban bayramı? Çünki bu insanlığın öz insanlığına bir qayıdışıdır. Və insanlığın Allaha olan eşqinin təzahürüdür. Allaha olan yaxınlıq üçün, belə deyək, şansıdır. Və o hansı şəkildə bu Allahın ona təqdim elədiyi bu fürsəti dəyərləndirə bilir. Və biraz da daha diqqətli əgərləri araşdırsaq və baxsaq, görürük ki, Ramazan ayından sonra gəlir Qurban bayramı və onun da davamıca görürük ki, Məhərrəm ayı gəlməkdədir inşallah. Və bu arada da Qədirxum günü qeyd olunmaqdadır. Əgər biz bu silsiləni diqqətlə izləsək, bir insani məktəbin təzahürünü görəcəyik. İlk öncə insan Ramazan ayında sadəcə susuzluq və ya acılıqdırmı Ramazan ayının fəlsəfəsi ümumiyyətlə araşdırsaq? Ki, yalnız bundan mı ibarətdir oruc olmaq, Allaha təslimiyyət yalnız budurmu ki, mən səhərdən axşama qədər ac qalım və susuz qalım və bununla artıq mən, belə deyək, əmri tam icra etmiş oldum. Və Qurban bayramına baxsaq, yalnız ət kəsməkləmi kifayətlənir bu bayramın fəlsəfəsi və mənası? Və yaxud Qədirxum bayramına baxsaq, yalnız Əliyyən Vəliyullah zikrini etməkləmi kifayətlənir insan? Və gəlirik, yetişirik Məhərrəm ayına. Yalnız əza saxlamaqla mı insan bu anlamı tam olaraq dərk edə bilir? Əgər diqqətlə baxsaq, görürük ki, heç də belə deyil. Və insan Ramazan ayında öz nəfsi istəklərinə
zahiri və batini istəklərinə yox deməklə sanki bir fitrətini kamilləşdirməyə çalışır. Və gəlir Qurban bayramına yetişdikdə qürub etmək istəyir. Yəni Allaha yaxınlaşmaq istəyir. Amma Allaha yaxınlaşmaq heç də elə belə mümkün deyil. Yəni insan ümumiyyətlə bu həyatda hər hansı bir hədəfə yetişməkdən ötəri çox qurbanlar verir. Özümüz də görürük ki, maddi aləmdə müəyyən bir hədəfə çatmaq üçün insan evladı nə qədər qurbanlar verir. Zamanını verir, malını, mülkünü verir. Hətta bəzən müəyyən bir onun üçün önəmli olan bir şeylərdən keçir və sonunda öz hədəfinə yetişir. Bəs Allah ilə olan qüruba, Allah ilə olan yaxınlığa yetişmək hədəfi üçün insan nələrdən keçir? Diqqət olunası xüsusi məsələ Qurban bayramında bu olmalıdır ki, mən bu günləri ilahi sənin yolunda bütün nəfsi istəklərimi kəsirəm və atıram. Və o cür ki, bu heyvanın başını kəsirəm, o cür nə də nəfsimin başını kəsirəm. Və ixlascasına bunu etməyə çalışıram. İnsan bunu həqiqətən də Allaha bu cür təqdim etməyi bacarsa, təbii ki, o qurbanının qəbulluğu da öz yerini tapacaqdır. Bəli, deməli, buradan biz görürük ki, ümumiyyətlə insan bu Qurban bayramının hansı fəlsəfələri çıxır ortalığa? Nəfsi istəklərindən vaz keçmək, onları yox eləmək, onları məhv etmək və bunları etdikdən sonra nə etmək? Eşqini ardınca getmək və onu təqdim etmək. İnsan bütün pisliklərdən təmizləndikdən sonra artıq o pak olan sevgisini Allaha təqdim etmək istəyir. Və bunun üçün Allaha yaxınlaşmaq gərəkir. Yaxşı, bəs Allaha yaxınlaşmaq hansı şəkildə olur? Bütün dünyəvi bağlardan qırılaraq, tam olaraq Allaha təslimiyyət. Və biz bunu hansı şəkildə etməyi düşünürük? O şeylər ki, bizi üçün çox önəmlidir, biz onları Allahdan önə keçirtməməliyik. Biz baxırıq ki, Həzrəti İbrahim neçə illərdən sonra, özünüz bilirik ki, yaşlı vaxtında, uzun illərdən sonra o qədər ki, evlad sevgisi var idi qəlbində, Allah ona bu neməti əta elədi. Amma bir Allahın ol dediyinin qarşısında neynədi? Təslim oldu. Və bütün o təslimiyyətini tam şəkildə təzahür elədi. Sadəcə edərəm, istəyirəm, edəcəm deyərək yox, evladını götürdü və o qurbangaha getdi. Həqiqətən də bu hadisə o qədər insanda böyük bir şövq yaradır ki, bunu bacarmaq mümkündür. Və sən bunu bacardıqdan sonra gör Allah sənin üçün daha nələr edəcək. Məhz bu əməlindən sonra Allah onu neyniyir? Daha böyük mükafatla mükafatlandırır ki, Səffat surəsində də buna işarə olunur. Və digər surələrdə də buna haqqında nümunələr vardır. Ki, Allah onun bu əməlinin qarşısında, təqvasının tam təzahürünün qarşısında Allah onu böyük bir nemətlə mükafatlandırır, ona imamət məqamını verir. Bəli. Və bu imamət məqamı elə bir böyük bir məqam olur ki, neçə əsrlər və neçə minilliklər, neçə yüzilliklər yaşamaqdadır. Deməli ki, insanın əbədiyyətinin qazanılması üçün böyük bir qurbanı tələb edir. Və biz əgərləri məsumlarımıza baxsaq, görürük ki,
Xanım Fatimə Zəhra salamullahi aleyha bu məqamı üçün, yəni bu məqamın şərafətini göstərmək üçün nələrindən keçdi. Ana üçün ən şirin olan evladından belə keçdi. Ta o məqamı qoruyub saxlamaqdan ötürü. Əgərləri İmam Hüseyin əleyhissalama, evladı İmam Hüseyin əleyhissalama baxsaq, görürük ki, əhl-i əyalından keçdi. Əgərləri Həzrəti İbrahim əleyhissalam bir oğlundan keçdisə, amma İmam Hüseyin əleyhissalam bütün əhl-i əyalından keçdi. Və bunu heç düşünmədən belə kun fəyəkun. Sən ol dediyin qarşısında ancaq təslimiyyətdir. Əsl İslamın da elə istəyi və hədəfi budur ki, insan əgərləri həqiqi hədəfə, liqaullaha yetişmək istəyirsə, istənilən ol sözünün qarşısında düşünməməlidir, fikirləşməməlidir. Və biz məsumlarımızdan və peyğəmbərlərimizdən də gördüklərimiz budur ki, onlar Allahın əmrlərinin qarşısında tərəddüd etmədilər. Həqiqət bundadır ki, insan doğrular qarşısında tərəddüd etməyəndə qalibdir. Əsl qalibiyyət bundadır ki, insan əgərləri bilirsə ki, bu həqiqətdir və haqq uğruna, həqiqət uğruna heç bir tərəddüd etmədən hərəkət edirsə, feili varsa, o zaman qalibdir. Biz əgər günümüzə gəlib yetişsək, görürük ki, həqiqi o əbədi yaşamaq məqamına sahiblənənlər, yəni şəhidlər buna nail oldular. Elə bir məqamı ucaldılar ki, həm əlçatmaz oldular, həm də qəlblərdə yaşayan oldular. Bəli, və o atalar ki, o şəhid ataları və o şəhid anaları öz İsmaillarından keçdilər, ta ki, o uca məqamın sahibi oldular. Ki, biz bilirik ki, onlar şəfaətçidirlər və öz valideynlərindən tutmuş hər kəsi üçün ki, Allahın məsləhəti var, orada şəfaət etmək qüdrətini qazanıblar, o hədəfə elə belə yetişmədilər. Vətən uğruna, iman uğruna, təqva uğruna, əxlaq uğruna və həqiqət uğruna, haqqın naminə öz İsmaillarından keçdilər, öz vücudlarından keçdilər. Qurban bayramının əsas hədəfi və Qurban gününün əsas hədəfi budur ki, sən içindəki olan o İsmaillarından keçməyi bacarmalısan. Bizim hər birimizin içində bizi üçün çox önəmli olan və keçə bilməyəcəklərimiz var. Əslində, bu o demək deyil ki, insan onun üçün önəmli olan insanları önəmsəməməlidir. Məsələn, qardaş, bacından keçmək və yaxud da evladından keçmək və yaxud sənin üçün əziz olan dostundan keçmək. Bu, önəmsəməmək məsələsi deyil. Bu, haqqın qarşısında hər şeyimdən keçmək deməkdir. Yəni, Allah, sən ki, haqq və həqiqətsən, sənin mənə əta etdiklərin hər biri sənin əmrinin qarşısında çox kiçikdir. Sənə yetişmək üçün mən o İsmaillarımdan keçə bilərəm deməkdir. Və biz əgərləri baxsaq görürük ki, Həzrəti İmam Hüseyin əleyhissalam ki, Ərəfə duasını biz bilir ki, çox böyük bir məqamı var və çox böyük savabı var bu duanı oxumağın. Görürük ki, həqiqətən də o yaşadıqları ki var idi və etdik əməllər ki var idi. Yəni, hər bir şey naminə, hər bir şeyindən Allah naminə keçməsi ki var idi. Neynədi? O Ərəfə duası ilə gəldi, yetişdi. Yəni, bugünkü gündə əgərləri 1400 ildir, əgər Kərbəla deyilirsə və bugünkü gündə də yad olunursa, başlanğıcı həmən Zilhiccə ayından götürülmüşdü. Oradan gələn həmən o bulaq idi ki,
gəldi burada daha bariz şəkildə özünü göstərdi və o həqiqətin üzə çıxarılmasını təqdim elədi bizə. Həqiqətən də əgərləri biz bugünkü gündə sadəcə namaz qılmaq, oruç tutmaq və digər ibadi əməllərlə kifayətlənəcəksə, yəni mən zahiri şəklindən danışıram. Təbii ki, onlar hamısı böyük bir əməllərdir. Batini əgər mənəviyyatla doludursa və qurbətən ilallahlandırsa, qurbət qəsdi həqiqi, ixlaslı şəkildədirsə, əlbəttə ki, o bizim həyatımızda da, vücudumuzda da, ətrafımızda da təsiri danılmazdır. Amma məsələ budur ki, biz bunları hansı qaynaqdan götürürük və nəyə söykənərək edirik? Əslində biz bunu hansı hədəflər naminə edirik? Və bu hədəfləri biz görürük ki, həmən o nümunələr ki, Quran bizə təqdim edir, həmin nümunələrə baxaraq, onları təkrar edərək, onlar kimi yaşayaraq, onları belə deyək, onların şəklini özümüzdə, vücudumuzda yaşadaraq nail ola bilirik. Odur ki, Allah Teala buyurur ki, onlar, yəni məsumlar və peyğəmbərlər, yəni Allaha yetişən yol deməkdir. Quranın təbiri ilə baxsaq və Allah bizə nə deyir? Deyir, özünüzü Allahın rənginə boyayın. Biz Allahın rənginə boyanmaq üçün yalnız bu nümunələrə müraciət etməklə yetişə bilirik. Başqa bir şəkildə təbii ki, çox uzun bir yol gedərik və elə bilirəm ki, o yolda çətin və azdırıcı məqamlar da özünü göstərəcəkdir. Lalə xanım, siz də burada biraz öncə vurğuladığınız bir yer vardı. İnsanı həqiqətən də düşündürür ki, əslində insan özü öz içində olan, özünə aid olan nəfsini daha yaxşı bilir ətrafa nisbətən. Əgər biz nəfsimizin nəyə bizi qurban etdiyini bilsək, biz elə ilkin olaraq elə özümüz o nəfsi kəsməliyik. Eynən İsmail qurbanı kimi ki, biz birinci kəsək, nəyə ki, nəfsimiz bizi kəssin. Bu kəlmə həqiqətən də insanı biraz düşündürür. Görəsən biz indiyənə qədər nəfsimizdə nəyi qurban vermişik? Bax, o biraz insanı düşündürür. Nəyi qurban etdim? Mən Allaha xatir nəfsimin içində məni aldadan, məni tərs düşündürən nə var ki, mən onu hələ də qurban etməmişəm. Biraz bunun barədə düşünək. Mənə elə gəlir ki, məhz bu bayram gününə də təsadüf etmək bir başqa özəlliyi də var ki, bugün sübh tezdəndən ki, insanların bəziləri ki, həcc mərasimində olanlar müəyyən ayinləri yerinə getirirlər, amma uzaqda yaşayanlar, Peyğəmbərin belə deyək, şəhəri olan Mədinə şəhərindən uzaqda yaşayanlar isə uzaqdan ziyarətnamələri bugün oxuyacaqlar. Məxsusən də ki, bugünün özünə məxsus əməlləri var ki, o əməllərdən biri də qurban kəsmək idi. Siz də bu qurban kəsməyi o qədər gözəl vurğuladınız ki, İbrahim Peyğəmbərin qurbanı necə kəsməyi də insanı həqiqətən də düşündürür. Yəni, o düşünmədən qurbanını Allah yolunda kəsdisə, gərək biz də düşünmədən nəfsimizi bugün elə Allah yolunda kəsək ki, o nəfs ki, bizi zəlalətə aparacaq, zülmətə aparacaq. Düz vurğuladınız. Həmçinin də ümumiyyətlə buna işarə olan bir hədislər gəlməkdədir. Ondan biri budur ki, iki növ insan doymazlar. Biri dünya hərisləri, bir də elm hərisləri. Bəli. Və baxaq görək ki, biz hansı hərislərdən olmağı bacarmışıq. Yəni, dünya malının dalınca qaçanlardanıq, yoxsa həqiqət ardınca. Elm burada əslində elmin həqiqətindən gedir söhbət. Elm sözü, yəni insan onun ki, Qurani-Kərim elmi çox vurğulayır və insanların bilgilənməsi, öyrənməsi, elmlənməsini çox istəyir və bu haqda göstərişlər verilir. İnsan həyatında nələri öyrənibdir, nələrə nail olubdur və nələri öyrəndikdən sonra əmələ keçirə bilibdir. Mühüm olan budur. Və Həzrət Əli əleyhissalamın təbirincə desək, buyururlar ki, hər kim ki öz nəfsini tanısa, Allahını tanımışdır. Bu iki hədisi yan-yana qoyduqda görürük ki, insan elmin ardınca getdikcə neyniyir? Artıq insan elmlənir və savadlanır və nəfsindəki olan özəllikləri tanımağa başlayır. Və mənim nəfsim mənfiliklər çoxdurmu, yoxsa müsbətlər çoxdurmu? Və mən o müsbətlərin
ardınca gedirəmmi, yoxsa mənfilikləri qabardırammı? Təəssüflər olsun ki, insan evladı belə bir varlıqdır ki, mənfiliklər daha qabarıq olur adətən, amma həmişə də bu cür deyil, hər zaman da bu cür deyil. İnsan bacarmalıdır ki, o nəfsini doğru şəkildə elmlənə və başa düşə, tanıya, bilə və ondan sonra onu öyrəndikdən sonra Allahına yetişə bilə. Mən ərəfə nəfsəhu, baxırıq görür ki, burada da ərəfədən işlənir. Ərəfə kəlməsi, yəni ariflik, bu barədə mərifət, öyrənmək, bilgilənmək və buna yetişmək ki, o ərəfət əməli də həqiqətən də insanı, o ki deyirlər, insan yenidən o ərəfatdan qayıtdıqdan sonra yenidən dünyaya gəlmiş uşaq kimi olur. Yəni tam günahlardan təmizlənmiş, arınmış. Allah həmin insana sanki bir fürsət verir ki, bax sən yenidən qayıtdın. İndi bundan sonra artıq zəkalı və düşünən bir insansan, artıq düşüncəli bir varlıqsan, sən artıq deyə bilməzsən ki, gənc idim, başa düşmədim, cavan idim, etmədim. Bir qədər düşün və bunun fərqinə var. Amma o ki qaldı gənclərimiz üçün bu Qurban günü bir fürsətdir. Həqiqətən də çox böyük bir fürsətdir və bizim gənclik əslində dinimiz üçün də böyük bir, belə deyək, bazadır. Və əgərləri bu gənclərimiz bugünkü günün gəncliyi həqiqətən də öyrənə bilsə bu Qurban bayramının, Qurbanın özəlliyini və mənasını, ümumiyyətlə fəlsəfəsini ki, sadəcə hər hansı bir heyvanı kəsməkləmi, yəni halal olan heyvanlardan təbii gedir söhbət ki, Qurbana uyğun olan və hələ orada da bir balaca məsələlər var ki, bəzən görürsünüz ki, imkan var kəsməyə, məsələn, daha gözəl bir heyvan, amma baxırsınız ki, balaca və yaxud da ki, hər hansı bir ümumiyyətlə nöqsanlı heyvan kəsməyə icazəli deyildir şəri cəhətdən, amma görürsünüz ki, yəni imkan olduğu təqdirdə o imkanının müqabilində sanki biraz xəsislik eləyir Allah yolunda. Bəs Allah ki, sənə bu qədər il boyunca verir sənə öz neymətlərini və belə deyək, səni haqq hesaba hələ çəkmir bu barədə, sən bunun qarşılığında bu qədərini mi Allah üçün qıyırsan, belə deyək. Və gəncliyimiz də bugünkü gündə öz qurbanlarını verməyi bacarmalıdır. Bugünkü gündə görürük ki, nə qədər nəfsi istəklərə bağlı olan fitnələr günümüzdə aşıb-daşır və gənclik bunların qurbanına çevrilir. Əgərləri bugünkü gündə gəncliyə baxsaq ki, onların qarşısında çox böyük bir yol var və onlar üçün çox böyük bir hədəflər uğruna gücləri var, yaddaşları var və potensialları var. Amma bugünkü gündə onlar özlərini nəyə qurban eləyirlər? Daha böyük ali hədəflərəmi, yoxsa cılız olan bir həyat tərzinəmi? Buna diqqət etməli. Çox mühüm məsələ budur ki, bugünkü günün gəncliyi əsas hədəfi nədir? Həyatdakı mövqeyi nədir və bu mövqeydə hansı şəkildə addım atır, nələri edir və nələr naminə savaşır, yəni yaxşı mənada nəfsi ilə mübarizə apara bilirmi ümumiyyətlə, yoxsa ki, elə nəfsi istəklərinə qurban olub və belə deyək, qarşısında olan çox böyük və möhtəşəm bir həyatı bəri başdan zay eləyirmi? Allah uzaq eləsin. Ona görə də elə bilirəm ki, bizlərə düşər bunu demək, yəni bu cür bir səlahiyyətimiz olar ki, yaşımıza görə ki, biz bugünün gəncliyinə deyək ki, sizin qarşıda çox böyük bir hədəfləriniz var və siz qurban etməyin özünüzü cılız həyat tərzinə, gərəksiz belə deyək məşğuliyyətlərə ki, hal-hazırda günümüzün ən böyük bəlaları gərəksiz məşğuliyyətlərlə gəncliyi məhv etmələr görsənməkdədir və biz bilirik, inanırıq ki, onlar çox ağıllıdırlar və potensiallıdırlar, zəkalıdırlar və özlərini qurban etməyəcəklər günümüzün bəlalarına. Və istər savad baxımından ki, İslamın və İslamiyyətin savada və elmə çox, savadlı gəncliyə və elmli gəncliyə çox ehtiyacı var hal-hazırda və əgərləri bunu özlərinə hədəf tuta bilsələr, böyük bir qurtarıcıya çevrilə bilərlər və
əsl qurtarıcının köməkçiləri də ola bilərlər. Ona görə də biz inşallah inanırıq və eyni zamanda da dua edirik ki, biz ixlaslı şəkildə bu əməllər ki, bizlərə ümumiyyətlə istər Qurban Bayramı ilə bağlı, istər digər əməllərlə bağlı hər hansı bir şəkildə əgərləri fürsətlər çıxırsa qarşımıza, biz onları layiqli şəkildə hazırlayaq və işləyək üzərimizdə və onu əmələ keçirməyə bacaraq. Sadəcə oxuyub üzərindən səthi keçməyək, bəlkə daha dərindən düşünək və bu düşüncə bizi böyük bir hədəflərə yetişməyimizə kömək ola bilər inşallah. Bəli, təşəkkür edirik Lalə xanım. Həqiqətən də bugünkü mövzumuz məhz Qurban Bayramı haqqında və qurbanlığın fəlsəfəsindən olsaydı, biz burada toxunduq, ayələrlə başladıq və ən sonunda ki, biz cəmiyyətimizdə olan cavanlara da toxunduq ki, yəni öz cavanlığınızı qurban verməyin, əksinə öz nəfsinizi qurban verin ki, ali hədəflərə çata biləsiniz. Sizə dərin təşəkkürümüzü bildiririk. Eləcə də sizin timsalınızda bütün müsəlmanları bir daha təbrik edirik. Çox sağ olun verilişimizin dəvətini qəbul etdiyiniz üçün. Mən də sizə minnətdarlığımı bildirirəm və sizə böyük nailiyyətlər arzulayıram. İnşallah ki, təşəkkür edirəm ki, dəyər verib dəvət eləmisiniz və daha böyük işlər sizə, daha böyük auditoriya arzulayıram inşallah. Çox sağ olun, təşəkkür edirik. Bəli, əziz izləyicilər, məhz Qurban Bayramında sizinlə salamlaşdıq, Qurban Bayramından danışdıq. Həqiqətən də insanı çox düşündürdü. Nə düşündürdü desəz, mənə ən çox düşündürən nəfsini qurban etmisənmi indiyənə qədər? Nəfsində nəyi qurban etdin? Yaxşı, indiyənə qədər etməmsənsə, elə isə bugün bayram günündə məhz nəfsinlə üz-üzə gəl. Gör nəfsində nəyi Allaha xatir qurban edərsən. Bax, bunu bir qədər düşün. Əgər düşündünsə, deməlisən, Allahın da nəzərindəsən ki, sən bugün məhz nəfsindən düşünmüsən. Bəli, verilişimizin sonunda məhz İmam Əli əleyhissalamın duası ilə bitirmək istəyirdik. Duada deyilir, İlahi, mən necə başqasından istəyim? Ax, o da səndən istəyir. Deyərək biz sizinlə sağollaşırıq. İlahi, biz sizdən o qədər böyük bir nemət istəyirik ki, biz səndən salihlərin istədiyi duadan istəyirik. Biz səndən bağışlanmaq istəyirik. Biz həcdə olmasaq da, biz çox uzaq bir məsafədə olsaq da, amma sənin dərgahına üz tutub səndən bağışlanmaq istəyirik. Biz orada qurban kəsməsək də, məhz öz yerimizdə, öz ölkəmizdə, öz vətənimizdə nəfsimizi qurban kəsirik. İlahi, sən kəsilən bütün qurbanları ali dərəcədə qəbul et. İnşallah, bax bu ümidlə sağollaşıram. Bəli, Mələyim Uşaq Qadın Hicab Geyimlərin sponsorluğu ilə siz İslami dəyərlərə baxdınız. Sağ olun, salamat qalın. Əgər siz də özünüzə və övladınıza hicab geyimləri axtarırsınızsa, onda modeliyer Cavadova Lamiyaya aid olan Mələyim Uşaq Qadın hicab geyimlərinə müraciət edin. Yüksək keyfiyyətlə ən əsası kamilliyə üstünlük verilərək hazırlanan bu geyimlərdən siz də yararlanın.